Hər birimizin qəlbində müqəddəs bir hiss, vətənə, torpağa olan məhəbbət yaşayır. Vətən, torpaq sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ünvandır. Samir Mustafayev də ilk qədəmlərini vətən torpağında atan, torpaq sevgisinin hərarətini duyan və onun uğrunda canından keçən minlərlə oğullardan biridir. Şəhid Mustafayev Samir Elşənoğlu 1995-ci il mart ayının 15-də Salyan rayonunun Qarabağlı kəndində dünyaya göz açmışdır. 2001-ci ildə Qarabağlı kənd 2 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olmuş və 2012-ci ildə məktəbi bitirmişdir. Samir 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci il sentyabrın 27-sində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yazılıb döyüşə yollanmışdır. Cəbrayıl, Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur. Samir Mustafayev 2020-ci il noyabrın 7-sində döyüş tapşırığını yerinə yetirən zaman Şuşa istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Doğulub boya başa çatdığı Qarabağlı kəndinə gətirilərək kəndin Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı, döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə ölümündən sonra Samir Mustafayev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən cəsur döyüşçü Şuşanın azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, vətən uğrunda hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalları, vətənə xidmətə görə 3-cü dərəcəli orden ilə təltif edilmişdir. Hər kəs baş əyir məzarının önündə. Səninlə fəxr edirik, Azərbaycan əskəri, şərəflə qorudun vətəni deyir. Bax, şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Qəhrəman Azərbaycan əskəri, sən şəhidlik zirvəsinə yüksəlməklə əbədi yaşarlıq qazandın. Şəhidlər ölməz və unudulmaz. İllər keçsə də gələcək nəsillər sizləri hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəkdir.